belə bir fikir var ki, mən bunu deyim ki, hətta bu çox ciddi gəlir fikir. Avtoxuliqanlıqla bağlı yəqin ki, başqa bir qanunla qəbul olunmalıdır. Çox ciddi şəkildə bu prosesə yenidən baxılmalıdır. Çünki avtoxuliqanlıq görünən odur ki, bugünkü cərimə və cəzalarla bunun qarşısını almaq mümkün deyil. Çünki görünür ki, bu adamlara belə deyək də artıq bunlar bu xəstəliyin belə deyək, bu adi bir cərimələr və cəzalar bunlara təsir eləmir və biz hesab edirik, şəxsən mən də onun tərəfdarlarındanam. Yəqin ki, bu parlamentdə də səslənəcək bu sessiya başlayanda avtoxuliqanlıqla bağlı çox ciddi şəkildə sərtləşdirmələrə ehtiyac var və mən hesab edirəm şəxsən o cür siqnallarla da bağlı çox ciddi şəkildə sərtləşməyə ehtiyac var. Çünki bu o qədər kənardan mən özümü bu ölkəyə gələn, bu şəhərə gələn bir xarici kimi o siqnallar səslənəndə təsəvvür edirəm və mən öz ölkəmdə bu cür halların baş verməsindən çox narahat oluram. Ona görə də mən hesab edirəm ki, bu cür yolda artıq belə deyək də ciddi şəkildə, kütləvi şəkildə insanların rahatsızlığını ciddi şəkildə pozan bu adamlara qarşı da təhlükəli. Bir məsələdir, o siqnallar ancaq istifadə olunmağa görə məsuliyyət deyil. Hətta o avtomobilə əgər təxsis olunubsa, heç o istifadə eləməsə belə, əgər əməkdaş tərəfindən aşkar olunursa, onun avtomobilində bu cür siqnallar var, artıq o məsuliyyətə cəlb edir. Satanlar necə, Kəmran müəllim? Satanların da, satanlar bilirsiniz, bugün satan nə edə bilər? Satana məsuliyyət yoxdur, nəyə görə? Məsələn, mən siqnalı düzəldib satıram, biri deyir ki, mən geyib bir bağda, meşədə özüm üçün siqnal çalıram, sizə nə? Avtomobilə qoymuram, mən onu əlimdə bir akkumulyatorla eləyirəm. Yəni, bu da ola bilər. Onun, axı, belə götürək, siqnallar var idi ki, məsələn, nəqliyyat vasitələrində onun istifadəsi qadağan olunurdu, amma onlar xüsusi buraxılırdı ki, stadionlarda azarkeşlər o siqnallarla müəyyən səs çıxarsınlar. Deməli, harada istifadə eləmək məsələsi onlara müəyyən dərəcədə haqq. Maşın Bakı şəhərində həddindən artıq çoxdur. Niyə? Çünki kreditə verildiyinə görə sürə bilən də alır, bilməyən də alır. Sonra o kimin pravası yoxdur, sürür, saxlayanda da mən filan kesin oğluyam, adamıyam. Bir dəqiqə. Bax, ağır qəzalar haqqında məlumatı bizim internet saytdan oxuya bilərsiniz. Yəni, ağır qəza 2 ölümdən yuxarı, 2 və ondan artıq olan ölümlə olan qəzaların hamısının məlumatını biz öz internet saytımızda veririk. Və açıb baxa bilərsiniz gündəlik. Yəni, demirəm, ağır qəza hər gün olur. İndi ola bilər 5 gündən bir, 10 gündən bir. Açın orada qəza törədəndə, qəzada yaralananda, qəza nəticəsində həyatını itirəndə. Və o adlarına da, soyadlarına da baxın, deyin ki, bax, bu vəzifəli adam uşağıdır. Niyə ictimaiyyətdə belə bir rəy formalaşıb ki, qayda pozan ancaq vəzifəlinin uşağıdır. Qəza eləyən yalnız vəzifəli adam uşağıdır. Avtoxuliqanlıq eləyən niyə belə fikir formalaşsın? Siz də axı vəzifəli olan insan o heç vaxt qoymaz ki, öz övladı gedib elə hərəkətlər eləsin. İnanın mənə, mən avtoxuliqanlarla bağlı araşdırma aparmışam. Onların arasında bir nəfər də olsun, bir tanınmış, bir vəzifədə olan şəxs yoxdur. 22 nəfərə inzibati həbs veriblər. Və gedib mən onlarla həbsxanada danışmışam. İnzibati həbs ala bilir, onların adı açıqlanmır. Kimin uşağıdır bilirsiniz? Bugün internetdə altından yazırlar, filan prokurorun oğlu, filan kəsin oğlu. Siz elə bilirsiniz, onlar onun oğludur. Ona inanırsınız siz. Onu kimsə, bilirsiniz, müəyyən cəmiyyətdə çaşqınlıq yaratmaq üçün nəyisə yazır, atır bir internet saytına ki, belə bir fikir formalaşdırsın ki, bunu eləyən ancaq vəzifəli adamların uşaqlarıdır. Mən sonda, mən xahiş edirəm, bir məsələyə... Son olaraq, çünki bitiririk, Fəndə xanım. Bir məsələyə çox ciddi toxunmadıq. Bu, mənə elə gəlir ki, Bakıda çox ciddi bir məsələlərdən biridir. Ümumiyyətlə, hər yerdə, Bakıda xüsusilə ciddi məsələlərdən biridir. Və mən bunu səsləndirəndə bütün vətəndaşlarımıza üst tutaraq demək istəyirəm ki, bu ən ciddi problemlərdən biri təcili tibbi yardım maşınlarına yol verməmə məsələsidir. Mən bunu burada çox ciddi şəkildə səsləndirmək istəyirəm. Nəyə görə? Çox təəssüf ki, indi bəlkə gələcəyə doğru bu istiqamətdə infrastrukturda da addımlar atılacaq ki, təcili tibbi yardım maşınlarına xüsusi, belə deyək də, ayrı bir xətlə yolun verilməsi beynəlxalq standartlara uyğun olaraq öz yolunu tapacaq. Amma bugünkü reallığımızda hələ ki bu yoxdur və mən çox narahat oluram. Mən artıq bir neçənci dəfədir ki, hətta yolda pəncərəni açaraq ətrafdakı
sürücülərə biraz da bəlkə səs tonumu qaldıraraq ayıb deyil, bəlkə sabah o təcili yardımdakı bizim anamızı aparacaqlar deyə. Bu axı görürük ki, hamımız görürük ki, bu təcili yardım maşının səsi gəlirsə, hər kəs ona bir yol verməlidir ki, bu xəstənin həyatı bizim vermədiyimiz, onsuz da tıxaçlar yaranır, tıxaçlara düşürük, müəyyən problemlər. Bu insanların həyatı bəli, saniyə və dəqiqələrdən asılıdır. Mən ona görə bu məsələyə xüsusi toxunaraq mən hamıya demək istəyirəm ki, o yolda maşın sürən insan, əgər siz təcili yardım siqnalını, maşının siqnalını eşidib ona yol vermə, belə deyək, canfəşanlığına girmirsinizsə, həmişə düşünün ki, bir gün onun içində ya mən ola bilərəm, ya mənim ailə üzvlərim olar. Bax, onlar da o yolda gecikmənin qurbanı, bəli, qurbanına çevrilə bilərlər. Mən düşünürəm ki, biz bir-birimizi günahlandırmaqdan daha çox, bayaq Adil müəllim də dedi, hamımız danışanda hər kəs özü günahkar deyil. Hamımız özümüz günahkar olmuruq. Həmişə başqaları olur. Hamımız bu problemi ortadan qaldırmaq üçün hamımız ilk öncə özümüzdən başlamalıyıq. Sürücü isə sürücü kimi, piyadayıqsa piyada kimi, məsul şəxs isə məsul şəxs kimi düşünməli ki, bu biabırçılığı sadəcə ortadan qaldırmaq lazımdır. Və hamımız ətrafımızda bu iş aparmalıyıq. Bu asan deyil. Bayaqlar Kamran müəllim deyəndə ki, niyə belə yanaşırsınız? Onun dediyində müəyyən haqq var. Məsələn, mən özüm şəxsən öz sürücümü kəmər taxmağa öyrətməm bir 4 ay çəkdi. Mən bu adamı, məsələn, öz ətrafımda bu kəmər sənin həyatın üçün lazımdır. Sabah bir qəziyə düşsək, sənin həyatına yaxşı olacaq. Bunu, bu mədəniyyəti oturana qədər, nəhayət bu dərk eləyənə qədər ki, doğrudan deyil, bu kəmər mənim həyatım üçün önəmlidir. Bir xeyli zaman keçdi. Yəni, biz hesab eləməyik. Bizim hamımızda müəyyən mənada bu problemin yaranması üçün qüsur var. Hamımız haradasa nöqsana yol veririk. Əgər belə davam eləsə, bizə düşmən filan lazım deyil. Lazım deyil. Bir-birimizi yollarda öldürəcəyik. Biz müxtəlif bahanələri uyduraraq da gələn ildə yığışacağıq, daha artmış xəbərləri işləyəcəyik, o birisi daha artmış və bu xəbərlər hamını narahat etməklə yanaşı, hər kəs özündən başlayaraq yola çıxmalıdır ki, həm özü olaraq, həm də ictimai qınaq edən tərəf olaraq ki, biz bu problemlərdən millət olaraq qurtula bilərik. Sonuncu eşidək, sonra biz bir müsahibəyə qulaq asıb bitirəcəyik. Babayev İbrahim, Maçtağı Qəsbəsi 187 nömrə məktəb. Mən Kamran müəllimə fikrimi bildirmək istəyirdim. Bayaq məktəb yoldaşlarımın fikrini bildirdi. Maçtağın çox yerlərində svetofor yoxdur, piyada keçidləri yoxdur. Bunlardan biri də Maçtağda idman kompleksinin önüdür ki, orada düz svetofor var, amma kompleksdən çox uzaqdadır. Mən özüm də o kompleksdə idmanla məşğul oluram və biz həmişə o yolu keçib dayanıcıya gedəndə çoxlu təhlükələrlə qarşılaşırıq. Və həmin yolda mənim öz məşq yoldaşım həyatını itirib. Orada sürücülər də çox, necə deyək, bərk sürürlər, yol vermirlər keçiddə. Yəni istəyərdim hansısa bir tədbir görəsiniz. Nizamlanan piyada keçidi, yəni svetofor piyadalar üçündür, yoxsa? Piyada keçidi yoxdur, svetofor da yoxdur. Təstəriz axı svetofor var. Biraz ondan uzaqdadır. Sırf necə deyirlər, kompleksin qabağında yoxdur. Yəni biz həmişə əlbəttə baxarıq, çünki bilirsiniz ki, diqqət uşaqlar piyada aylıqda keçilir və bu aylıqda demək, Daxili İşlər Nazirliyinin rəhbərinin göstərişlərindən biri də bu idi ki, bütün intensiv hərəkət olan yol kənarındakı məktəbli yanı ərazilər müayinə olunsun və harda hansı nişanların, yol cizgilərinin çatışmaması barədə məlumat verilsin və həmin ərazidə bu nişanlar qoyulsun. Amma mənə çox maraqlı gəlir ki, o hərəkət olan, deyək, intensiv hərəkət olan yol kənarında əgər bu məktəb yerləşirsə və orada qeyd elədilər ki, 2500-ə yaxın şagird təhsil alırsa, nəyə görə görəsən oradan hələ məlumat gəlmir? Gözdən qaçırmazsınız. Yəqin ki, bunun araşdırması aparılır. Mən belə başa düşdüm, siz hamı eyni məktəbdəndir də, orada başqa məktəbdən olan yoxdur. Məktəbi də mən idman kompleksinin önündür. Yəni orada çoxlu bədbəxt hadisələr baş verir. Aydın, biz bildik siz hansı ərazidən danışırsınız. Biz müzakirəmizi yekunlaşdırırıq. Müzakirəmizin sonunda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun tövsiyələrini eşitməyi faydalı hesab edirik. Buyurun, baxaq. İnsanlar bilməlidirlər ki, sükan arxasında nəqliyyat vasitəsini elə bəhs sürmək bir qəhrəmanlıqdır. Bu yalnız özünə qarşı qəsdin bir formasıdır. Mən açıq etiraf edeyim. Biz onların müəyyən qədər şotuna aparırıq. Bir 7-8 il, 10 il ərəfəsində, bu son 5-6 il ərəfəsində o insanlar ki, avtoxuliqanlıq edirdi, onların bir nə qədər yola gəlibsə, bu peşədən əl çəkiblərsə, digərləri isə artıq həyatda yoxdur.
Bu çox böyük təəssüf doğurur. Bunlar gənclərdir. Bunlar elələri var, heç ailə hələ qurmayıblar. Elələri var, körpə uşaqlar var. Bu insanlar düşünməlidir ki, avtoxulqanlığın sonu nədir? Bir gün ötüşərsən, 2 gün, 3 gün, 5 gün. Son nəticədə çox ağır bir qəza ilə üz-üzə gəlməlisən, bu qaçılmazdır. Ona görə həm valideynlər, həm o gənclər, həm ümumiyyətlə bütün hər bir hərəkət iştirakçılar özlərinin qədrini bilməlidirlər. İnsana ömür bir dəfə verilir. Çox sağ olun. Təşəkkür edirik ki, bugün bizimlə birlikdəydiniz və bizimlə bərabər bu müzakirəni apardınız və ortaq məxrəc axtardınız. Növbəti həftə eyni vaxtda yenidən yeni ortaq məxrəcdə görüşənə qədər.